Münasibətinizdə qarşı tərəf hazırda sənə qarşı soyuq enerjidədir. Söhbəti tuta bilmirsən, münasibəti davam etmək istəyir, münasibəti bitirmək istəyir, ya niyyəti nədir? Gəl buna baxaq. Fikrindəki insan hazırda özü hansı enerjidədir? Sənə qarşı hansı enerjidədir? Belə baxaq, ikisi birdən çıxdı və ümumiyyətlə bu münasibətdə sənə qarşı hansı mövqedədir? Belə baxaq, özü hansı enerjidədir? Bu insanda nə isə bir bitiş yaşayır və yaxud da ki, bitiş enerjisindədir, bitirib yeni başlanğıc, başqa bir başlanğıc enerjisində. Hər nədirsə bu insanda bu dəqiqə razruşeniya gedir konkret olaraq. Nə isə bir sınaqlardanmı keçir, nə isə bir sıxıntılardanmı keçir. Bu dəqiqə konkret özü depressiv bir durumdadır. Sənə qarşı hansı enerjidədir? Birinci bu çıxmışdı, ikinci bu çıxmışdı. Sənə qarşı hazırda ümumiyyətlə əlaqəni bu dəqiqə ümumiyyətlə heç kimlə danışmaq istəmir bu insan. Sənə qarşı da bu dəqiqə qərarsızdır. Yəni hal-hazırda özü də bilmir, davam etmək istəyir, bitirmək istəyir. Bunun üzərində mən sənə deyim ki, bax bu da var, hansı enerjidədir, bu da var. Negativ təsir var bu insanın üzərində. Birli 6 vaxtlardır, ya ay yarımdır, ya 16 gündür və ya ayın 16-sından bu yana. Bunun üzərində çox ağır, yəni bunu başqa cür yozmaq olmur. Çünki bu insanın bu dəqiqə üzərində negativ bir enerji var. Kimdənsə təsir var, negativ bir təsir var. Yəni magiya təsiri daha çox çıxır burada. Magiya təsiri. Bax, yəni bu insan öz fikrində deyil, öz beynində deyil. Magiya təsiri var bu insanda. Ətrafından əlaqədar gələn, ya qohum ətrafından, ya öz ailə ətrafından kimdənsə gələn bir magiya var bu insanda. Sənə qarşı bu münasibətdə hansı mövqedədir? Əslində bu insanla aranızda olubdur sevgi və yaxud da ki, sevgi bağı var. Sadəcə bu dəqiqə bu insan heç nə etmək istəmir. Sənə qarşı nə addım atmaq istəmir, nə davam etmək istəmir, heç bir şey istəmir, bilmir səbəbi nədir. Yəni özü də anlamır səbəbi nədir. Gəl buna baxaq. Ümumiyyətlə gəl belə baxaq. Birinci baxaq, sənlə münasibətini davam etdirmək istəyirmi? Fikrindəki insan sənlə münasibətinizi davam etdirmək istəyirmi? İstəyirmi? Əslində burada bitirmək istəmir enerjisi var. Münasibətin olduğu kimi qalmaq istəməyi bir enerjisi var. Okey, çünki burada bir stabillik var. Əslində bu insanla stabil bir münasibətiniz olubdur. Gəl baxaq, bəs indi belə baxaq. Sənə qarşı nə üçün soyuq davranır? Səbəb nədir? Fikrindəki insanın sənə qarşı soyuq davranışının səbəbi nədir? Fikrindəki insanın sənə qarşı soyuq davranışının səbəbi nədir? Niyə soyuq davranır? Üzərində olan bu magiyadır. Bu negativ enerjinin təsirindədir bu insan. Ona görə konkret bunu göstərir də. Yəni bağlılıq var, hərəkət əngəlləməsi var, sənə qarşı addım əngəlləməsi var, sənə qarşı hərəkət əngəlləməsi var. Ona görə də bu insan içində sadəcə düşünə-düşünə qalır. Gəl buna baxaq. Münasibətinizə müdaxilə etmək istəyən üçüncü şəxs varmı? Sizin birliktəliyinizə müdaxilə etmək istəyən üçüncü şəxs varmı? Bəli. Bəli, üçüncü şəxs var. Ola bilsin onun keçmiş münasibətindən əlaqədar, keçmişindən əlaqədar və yaxud da ki, ailəlidirsə ailəsindən əlaqədar. Çünki burada konkret olaraq ətrafından, dost, qohum, tanış ətrafından, öz doğma ətrafından ona negativ təsir var. Ailə enerjisi də çıxır, ailəlidirsə ailəsindən əlaqədar. Gəl buna baxaq. Özü ümumiyyətlə sənə doğru addım atacaqmı fikrindəki insan? Sənə doğru addım atacaqmı? Hansısa bir addım olsa, əgər addım atmırsa, sənə doğru addım atacaqmı fikrindəki insan? Gəliz, var addım hansısa, amma elə bir addım atıb sonra gerimi çəkilə bilər, addım atmağa çəkinliyimi çəkə bilər. Bax, belə bir şeydir. Çünki müdaxilə eləyənlər var, onun sənə addımına da müdaxilə eləyənlər var. Yəni, bir müddət bu belə bir təsirdə ola bilər. Yenə də baxaq. Fikrindəki insan səninlə münasibətinizi bərpa eləyəcəkmi? Səninlə münasibətinizi bərpa eləyəcəkmi? Amma bu insanın içində sənə qarşı istək, sevgi olduğuna görə 6 vaxt içində münasibətiniz təkrardan bərpa ola bilər. Bərpa enerjisi var, çünki bu negativ təsiri gedəcək. Və yaxud da ki, bu dəqiqə başı negativ olmasa belə, başı o qədər qəliz bir məsələ ilə qarışıbdır ki,
Bu məsələ həll olduqdan sonra 6 gün, 6 həftə, 6 vaxt içində 6-cı ayda ola bilər ki, bu insan səninlə münasibətinizi bərpa edə bilər. Amma bərpa edib sonra yenə də gəlgit enerjisində ola bilər. Yenə də baxaq. Fikrindəki insanla münasibətiniz bərpa olacaqmı? Belə baxaq. Fikrindəki insanla münasibətiniz bərpa olacaqmı? Bərpa olacaqmı? Bərpa üçün addımı var. Bərpa üçün addım atacaq, amma münasibətə davam etməmək sizdən asılıdır. Çünki bu yenə də bax sənə doğru addım atır, sonra yenə də geri çəkilmə ola bilər. Yenə də bax gəlgit enerjisindədir bu insan. Tam bərpa, yəni 70% izləyənlərdə tam bərpa görmürəm. Çünki elə bir vaxtda addım atar ki, artıq bərpanın mümkün olmaya bilər və yaxud da ki, istəməyə bilərsən. Bu qədər. Aldım, qəbul edim, yaz ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.